8'e kadar kimin? Aha 7. 7'ye kadar da sual olan varsa desin. Yoxdursa baxırıq. Deməli uşaqlar, bu 7 nömrəli sualda nə deyir bizə? Bir aqilin saatı səhər saat 7-dən başlayaraq hər 3 dəqiqədə 5 saniyə irəli qaçır. Həmin gün günorta aqil saata baxdıqda saat 5-ə 15 dəqiqə işləyirdi. Yəni bu o deməkdir ki, 7:00-dan başlayaraq 16:15-ə qədər görək bu nə qədər irəli qaçıbdı bu saat. Yəni düzgün saat hansı vaxtı göstərəcəkdi aqil saata baxanda? Əslində saat neçə olubdu? İndi aqil saata baxanda saat 16:15 olubdu. Bu 16:15-i göstərən saat səhv saatdır. Yəni hər 3 dəqiqədə 5 saniyə irəli qaçan saat bu vaxtı göstərir. İndi uşaqlar, gəlin görək 1 saat ərzində bu saat nə qədər irəli qaçıbdı? Yəni 1 saatımız 60 dəqiqədir də, tənasüb qura bilərdiniz. 3 dəqiqəyə 5 saniyə irəli qaçıbsa, 60 dəqiqəyə x saniyə irəli qaçıbdı. Bu da bizə verəcək 100 saniyəni. Deməli, bu aqilin saatı hər 1 saat ərzində 100 saniyə irəli qaçmış olur. Mən bu 100 saniyəni saata çevirsəm, bizim 1 saatımız 3600 saniyədir. İndi 100 saniyəni 3600-ə böləndə, deməli, aqilin saatı 36-da 1 saat irəli qaçır. Elə bil ki, hər 1 saat keçən vaxta görə onun 36-da 1 hissəsi qədər irəli qaçmış olur. İndi doğru saata görə x saat vaxt keçibsə, o keçən x saatın da 36-da 1 hissəsi qədər irəli qaçıb bu saat. Toplam olaraq 9,4-də 1 saat vaxt keçibdir. 9,4-də 1 saatı hardan aldım? Saat 7:00-dan 16:00-a qədər 9 saat eləyir və əlavə 15 dəqiqə də keçibdir. Bu 15 dəqiqəni saata çevirəndə bizim 1 saatımız 60 dəqiqədir. 15-i 60-a böləndə ixtisar aparıram, olur 4-də 1 saat. Nəticədə 9,4-də 1 saat vaxt keçibdir səhv saata görə. Və mən buradan dedim ki, doğru vaxt, doğru keçən vaxt x-dir. 36-da 1-i qədər də irəli qaçıb, x-inin cəmi 9,4-də 1 saat eləyibdir. X ilə 36-da 1 x-i toplayanda, uşaqlar, 36-da 37x eləyir. 9,4-də 1-i də adi kəsrə çevirəndə məxrac olduğu kimi qalır. Tam hissəni məxrəcə vurub üstünə sürəti gəlsək, 9 vur 4 plus 1 eləyir 37. İndi biz buradan x-i tapsaq, 4-də 37-ni bölməliyik 36-da 37-yə, onda da tərsinə vururuq da, 37-də 36-ya vururuq. 37-lər ixtisar gedir, 36 ilə də 4, 36 böl 4-də 9 eləyir. Deməli, doğru saata görə 9 saat vaxt keçməli idi. Yəni 07:00-dan 9 saat vaxt keçibsə, saat bizə göstərməli idi 16:00. O 15 dəqiqə irəli qaçan vaxtdır. Yəni, aqil saata baxanda saat 16:00 olmalı idi. Əslində, yəni işləyən saata görə, doğru işləyən saata görə 16:00 olmalı idi. Və bunu tənliksiz də siz fikirləşə bilərdiniz. Yəni 7:00-dan 16:15-ə qədər 9 saat 15 dəqiqə vaxt keçibdir. Hər 1 saat ərzində 100 saniyə irəli qaçıbsa saat, 9 saat ərzində 900 saniyə irəli qaçmış olur. Bu 900 saniyəni 60-a bölərəm, çünki hər 60 saniyəm 1 dəqiqədir. 900 saniyəni 60-a bölürəm, dəqiqəyə çevirirəm, 15 eləyir də. Deməli, bu 15 dəqiqə irəli qaçan 100 saniyələrdir. Hər 1 saata 100 saniyə irəli qaçıb, 9 saat ərzində 900 saniyə irəli qaçmış olur. Dəqiqəyə çevirəndə 15 dəqiqə eləyir. Deməli, normal olaraq 9 saat vaxt keçibdir. Hər 9 saata, hər saata görə 100 saniyə irəli qaçır.
Yəni 900 saniyə irəli qaçır. O da 15 dəqiqə eləyir. Ya da ki, tənli ilə də yazdığım kimi hesablaya bilərdiniz. Növbəti sualımız 8-dir uşaqlar. Baxın, 8 nömrəli sualda nə deyilir uşaqlar? Deyir ki, divar saatı hər 3 saatda 2 dəqiqə geri qalır. Neçə saatdan sonra düzgün vaxtı göstərəcək? Bu o deməkdir ki, bu hər 3 saatda 2 dəqiqə geri qalan bir saat 12 saat geri qalmalıdır ki, 12 saat geri qalmalıdır ki, doğru vaxtı göstərsin. İndi baxın, 3 saat ərzində 2 dəqiqə geri qalırsa, biz tənasüblə tapaq görək, bu 1 saat geri qalması üçün nə qədər vaxt keçməlidir? 1 saat 60 dəqiqədir də uşaqlar. 60 dəqiqə geri qalması üçün 90 saat vaxt keçməli idi. Yəni 2 dəqiqə geri qalması üçün 3 saat vaxt keçirsə, 60 dəqiqə geri qalması üçün bunun 30 misli qədər, yəni 90 saat vaxt keçməlidir. İndi bu 1 saat geri qalması üçün 90 saat vaxt keçirsə, 12 saat geri qalması üçün də 12 vur 90 eləyəcək 1080. 1080 saat vaxt keçməlidir ki, bu 12 saat geri qalsın, düzgün vaxtı göstərsin. Növbəti sualımız 10. Baxın uşaqlar, mən bir dənə düstur qeyd eləmişdim. Saat və dəqiqə əqrəbi arasında qalan bucaq düsturu. Alfa bərabərdir. Modul işarəsi daxilində 11 vurulsun dəqiqə minus 60 vurulsun saat. Böl 2. Bu bizə verirdi dəqiqə və saat əqrəbi arasında qalan bucağı. İndi saat 19:28-dir. Saat neçədir? 7 tamam. Dəqiqə də 28. Biz həmişə burada saatın əvəzinə tamamı yazırıq. Neçə tamamdırsa onu yazırıq. Yəni götürüb burada 19 yazmayın saatın əvəzinə. Yazsaz belə gərək 360-ın tam dövrlərini çıxasınız oradan. İndi mən burada götürüb yazıram ki, dəqiqə x-dir. Çünki mən bilmirəm axı, dəqiqəmiz neçə olanda bucaq 65 olar, onu bilmirəm. Çünki məndən soruşur ki, ən azı neçə dəqiqə sonra bucaq 65 olar. Ona görə 11 vurulsun x minus 60 vur 7 bölünsün 2 bərabər 65-ə. Bu tənlikdən uşaqlar siz tapırsınız ki, deməli 11x minus 60-ı 7-yə vuranda 420 bərabərdir. 2 vur 65, 130 eləyir. 11x bərabərdir 130 ilə 420-nin cəminə, yəni 550-yə. X bərabər olur 50. Deməli, saatımız 19:50 olsaydı, bucaq 65 olardı. İndi 19:28-dən 19:50-yə neçə dəqiqə vaxt keçir? 22 dəqiqə. Yəni, ən azı 22 dəqiqə vaxt keçməlidir ki, aradakı bucaq 65 dərəcə olsun. Növbəti sualımız bu mövzudan sualınız varsa inşallah qeyd eləyin. Yoxdursa təqvimə baxaq. Sualınız yoxdur bu mövzudan, onda təqvimdən olan suallarınızı qeyd eləyin. Hə, yaxşı. Təqvimdən 6 nömrəli suala baxırıq.
Aha. Uşaqlar, baxın, deməli biz dedik ki, hər hansı bir günü verib, hansısa bir ayın gününü verib, başqa bir ayın hansısa gününü soruşursa, deməli veriləndən soruşulana qədər neçə gün keçibsə, həmən günləri tapıb 7-yə bölürük. Tam bölünürsə, deməli eyni günə düşəcək, qalıq qalırsa qalıq qədər irəli gedəcəkdir. Amma indi burada eyni ildən söhbət getmir. 1996-cı ili verib 2000-ci ili soruşur. Baxın, burada nə etmək lazımdır? 1996-cı il avqustun 7-sini veribdir, 2000-ci il martın 15-ini soruşur. İndi bunu sizə iki üsulla izah eləyəcəm. Baxın, 1996-cı ili verib, avqustun 7-si çərşənbə axşamıdır ya hansı günü veribdir? Çərşənbə günüdür deyir. Baxın, çərşənbə günüdür. 2000-ci ili soruşur uşaqlar. Baxın, 2000-ci il mart ayının 15-i hansı günə düşəcək onu soruşur. Birinci, eləcə sizə daha rahat gələn budur. Avqustun 7-sindəsinizsə, avqustun 7-sindən sonra neçə günümüz qalıb? Avqust 31 gündür uşaqlar. Avqust 31 gündür. 7-sindəyəmsə irəli getməyə 24 günüm qalıb. Olduğu günü sayma. Olduğunuz günü saymayın. Neçə gün irəli gedəcəksinizsə o günləri sayın. Avqustdan 24 gün qalır. Sonra sentyabr 30 gündür. Oktyabr 31 gündür. Noyabr 30 gündür. Dekabr 31 gündür. Sonra üstə gələk. 97-ci il qısa ildir. Biz dedik ki, fevral ayı 29 gün olan illər uzun illər sayılır. Və uzun il 366 gündən ibarətdir. Amma fevral ayı 28 gündən ibarət olan illər qısa illər adlanır. Qısa illər 365 gündən ibarətdir. Və bizə uzun il demirsə, hardan bilə bilərik ki, bu uzun ildir ya qısa ildir? Verilən təqvimdən ili göstərən ədəd 4-ə bölünən ədəddirsə, bu il uzun ildir. Məsələn, 1996 ədədi 4-ə tam bölünür. 4-ə bölünmə əlaməti necə idi? Son iki rəqəmin təşkil etdiyi ədəd 4-ə bölünürsə, deməli bu ədədin özü də 4-ə tam bölünür. Məsələn, 1996 4-ə tam bölünür. Bu uzun ildir. Və uzun il 4 ildən 1 olur da uşaqlar. Fevral ayı 29 gün olur, 4 ildən 1. İndi bu 1996 uzun ildir, amma 97 qısa ildir, 365 gündür. Yəni 1-1, yanvar 31, fevral 29, 28 falan hesablamağa ehtiyac yoxdur. Birbaşa yazın 365 gün. 98-ci ildə 365 gündür. 99-da 365 gündür. 2000-ci il martın 15-nə qədər yanvar 31 gün, 2000-ci il uzun ildir deyə fevral 29 gün, martdan da 15 gün. Baxın uşaqlar, martın 15-ini də sayıram. Gedəcəyim bütün günləri sayıram. Olduğum günü saymıram, addım atacağım bütün günləri sayıram. Hansı günə keçirəmsə həmən günü sayıram. Amma olduğum günü saymıram. İndi siz bunları toplayıb 7-yə bölməlisiniz. Uşaqlar, baxın, məcbur deyirsiniz 365-lərin hamısını toplayasınız. Belə eləyə bilərdiniz ki, məsələn, 24, 30, 31, 30, 31. Bunların hamısının cəmi 1, 2, 3, 4. 4 dənə 30, 120, üstə gəl 2 dənə də 1, 122, o da 24. 146 eləyir də bu bizim üçün. 146, üstə gələk. Baxın, 365-i 7-yə bölsəz qalıq 1 qalır. Digərindən də 1, digərindən də 1 qalır. 31, 29, o da 15. Bu bizə 75 verir. 75-i də eləcə birbaşa, baxın,
75'i də birbaşa 7-yə böləndə qalıq 5 qalır. Yəni siz birbaşa bunların 7-yə bölünməsindən alınan qalıqları toplaya bilərsiniz. Məsələn, bu eləyir 75. Hə. 146-nı 7-yə böləndə qalıq 6 qalır. 365-ləri 7-yə böləndə qalıq 1 qalır. Üstə gələk, yenə 1, yenə də 5. Nəticədə bunlardan alınan qalıqlar toplananda yenə də bizə verəcək neçəni? Deməli, 14. 14 də 7-yə tam bölünür. 14 də 7-yə tam bölünür deyə, deməli, 2000-ci il martın 15-i düşəcək yenə də çərşənbə gününə. Aydındır uşaqlar. Və mən nə etdim? Əvvəlcə günlərin sayını tapıb 7-yə böldüm, qalıq 0 qaldı deyə martın 15-i eyni günə düşdü, çərşənbəyə düşdü. Əgər burada qalıq qalsaydı 2, 3 və s. onda çərşənbədən 2 gün irəli gedərdim. Qalıq 3 olsaydı 3 gün irəli gedərdim. Bu bir yol, standart yol. Amma siz bir də belə eləyə bilərdiniz. Mən deməli uşaqlar deyirəm ki, indi bir şey qeyd eləyəcəm. Belə bir şey qeyd edəcəm sizin üçün. Baxın, uzun ildən qısa ilə keçəndə yanvar, fevral aylarının günləri 2 gün irəli gedir. Digər ayların günləri isə 1 gün irəli gedir. İzah eləyəcəm. Sonra qısa ildən qısa ilə keçəndə bütün ayların günləri 1 gün irəli gedir. Amma qısadan uzuna keçəndə isə uşaqlar yanvar, fevral 1 gün, digər aylar 2 gün irəli gedir. İki gün irəli gedir. Məsələn, 1996-cı il avqustun 7-si çərşənbədir. Onda 1997-ci il avqustun 7-si 1 gün irəli gedər. Çərşənbə yox, olacaq cümə axşamı. Sonra 1998 yenə də qısadan qısayadır deyə avqust ayının 7-si 1 gündə irəli gedər, olacaq cümə. 1999-cu ildə qısa ildir. 98-dən 99-a keçirəm qısadan qısaya. Yenə də avqustun 7-si olacaq şənbə. İndi 1999-dan 2000-ci ilə keçəndə qısadan uzuna keçirik. Qısa ildən uzun ilə keçəndə yanvar, fevral 1 gün irəliyə gedirdi. Digər aylar 2 gün. Artıq avqustun 7-si 2 gün irəli gedib, şənbədən 2 gün sonra, yəni 2 gün irəli gedirik, düşür bazar ertəsinə. İndi artıq biz 2000-ci ilin avqustun 7-sini bildik ki, bazar ertəsidir. 2000-ci il martın 15-ini tapaq. İndi avqustun 7-sində isə uşaqlar martın 15-inə geri qayıtmalıyıq da. Çünki mart avqustdan arxada qalıbdır. İndi mən avqustun 7-sindəyəm. Geri qayıtsam 6 gün. Olduğum günü saymıram. Avqustun 7-sindən geri qayıtdıq 6 gün avqustdan. Çıxdıq, getdik iyul ayından 31 gün. İyundan 30 gün. May 31 gün. Aprel 30. Mart ayının 15-inə gedirəmsə, mən buradan 17 gün qayıdıram gedim. 17 yox, 18 gün qayıdıram da. Çünki martın 15-ini də saymalıyam. Daha doğrusu 17 gündə, elə 17 gün. Baxın, mart ayının 15-inə qayıdıramsa, mart 31 gündəndir deyə, burada 17 gündə buradan geri qayıtdıq.
İndi bu geri qayıdacağım günləri sayıram. Toplam olaraq bizə verəcək deməli 122, o da 6. 128, 138, 145 gün. Toplam 145 gün eləyir. İndi 145-i 7-yə bölün. Qalır 5 gün. Elədir uşaqlar. Qalıq 5 qalır. Yəni 20 dəfə tam bölünür, qalır 5. İndi mən 5 gün geri qayıtmalıydım. Mən bazar ertəsindən 5 gün geri qayıtsam, yəni şənbə, cümə axşamı, bir dəqiqə, bazar ertəsindən 5 gün geri qayıtmalıydıq da. Şənbə, bazar, üzr istəyirəm, bazar ertəsindən 5 gün geri qayıdırıqsa, bazar, şənbə, cümə axşamı yenə də düşür çərşənbəyə. Bu iki yolun ikisini də izah elədim. Ya istəyirsən birbaşa günləri say, 7-yə böl, qalıq qədər irəli geri get. Ya da ki, sən bir gün ya da 2 gün irəli bilirsən də uzundan uzuna, uzundan qısaya, qısadan qısaya 1 gün 2 gün yer dəyişmə olur deyə o qayda ilə gəl 2000-ci ilin avqustun 7-sini tap. Sonra 2000-ci ilin avqustun 7-sindən 2000-ci ilin martın 15-nə geri qayıt 145 gün. Bunu da 7-yə böləndə qalıq 5 qalır. İndi bazar ertəsindən 5 gün geri qayıt. Oldu çərşənbə. Növbəti sualımız. Deməli, uşaqlar, 20-ni soruşmusunuz təqvimdən. 20 nömrəli sual. Təqvimdən 20. Yaxşı. Deməli, baxaq təqvimdən 20 nömrəli suala. Deyir, əgər noyabr ayının 14-ü çərşənbə gününə təsadüf edərsə, həmən ilin mart ayının 19-u hansı günə təsadüf edər? Baxın uşaqlar, noyabr ayının 14-ünü veribdir. Noyabrın 14-ü düşür çərşənbəyə. Həmən ilin mart ayının, deməli, martın 19-unu tapıram. Martın 19-u hansı günə təsadüf edir? Noyabrın 14-ündəyəmsə, marta geri qayıtmalıyam. 13 gün noyabrdan geri qayıdırıq. Noyabrdan əvvəl var, uşaqlar, oktyabr 31 gün, sentyabr 30 gün. Sentyabrdan əvvəl avqust 31, iyulda 31 gün, iyun 30 gün, may 31, aprel 30, mayın 19-una qayıdıram, martın 19-una qayıdıram da. Elə bil ki, martın 19-unu da sayıram da. Martın 31-indən 19-una qayıdıramsa, bu eləyər mənim üçün 13 gün. İndi bu geri qayıdacağım günlər 1, 2, 3, 4, 5, 6, 7, 210, 210, 211, 212, 213, 214. 214, o da 26, 240 gün. 240 gün geri qayıtmışam. 240-ı 7-yə bölərəm. Deməli, 24 7-yə bölünəcək 3 dəfə, 30 da 7-yə bölünər 4, qalar 2. İndi mən çərşənbədən 2 gün geri qayıtsam, bazar ertəsinə düşür. Martın 19-u bazar ertəsinə düşür. Amma neçənci bazar ertəsi? Onu tapmağımız üçün. Baxın, 19-u bazar ertəsidir. İndi mən
7 gün əvvəldə bazar ertəsi olubdumu? 12-si də bazar ertəsi olubdu. 5-i də bazar ertəsi olubdu. Deməli bu mart ayının 12 gün, 7 gün, 7 gün geri qayıtdım. Niyə? Görün bu 19-u olan bazar ertəsi neçənci bazar ertəsidir? Axı 7 gündən bir günlər təkrarlanır. Yəni mən 19-undan 7 çıxdım, deməli 12-si də bazar ertəsidir. 12-dən də 7 çıxdım, 5-i də bazar ertəsidir. Artıq 5-dən 7 çıxsam mən gedib düşürəm fevral ayına. Məcbur, deməli burada 5-i birinci bazardır. Birinci bazar ertəsidir 5-i. 12-si ikinci bazar ertəsidir. 19-u üçüncü bazar ertəsidir. Deməli mart ayının 19-u düşür üçüncü bazar ertəsinə. Sonra 22 nömrəli sual qeyd eləmişsiniz. Baxın, 96-cı ilin fevral ayının 20-si cümə gününə təsadüf edirsə, həmən ilin sentyabr ayının 12-si hansı günə təsadüf edir? Bu ki, sadə sualdır. Baxın, sizə deməli veribdir 1996 fevral ayının 20-si cümədir. Uşaqlar 1996 uzun ildir də, 4-ə bölünən ədəddir deyə bu uzun ildir. Fevral 29 gündür. İndi həmən ilin, yəni 1996-cı ilin sentyabr ayının 12-sini hansı günə düşər onu tapmalısınız. Fevral ayı 29 gündür 1996-cı ildə. 20-sindəyəmsə irəli getməyə 9 gün var. Sonra fevraldan sonra mart gəldi 31 gün. Aprel 30 gün, may 31, iyun 30, iyul 31, avqust 31, sentyabrında 12-sinə gedirəmsə 12 gündə buradan irəli getdik. Toplam 1, 2, 3, 4, 5, 6, 180 gün. Birləri də saysaq 181, 182, 183, 184, o da 9, 193 plus 12, 205 gün. 205 gün irəli gedirik. 205-i biz 7-yə bölsək, deməli 2 dəfə, 65 də 9 dəfə, qaldı 2. Cümə günündən 2 gün irəli getsəm, şənbə, bazar. Deməli, bazara düşəcək. Sentyabrın 12-si düşür bazar gününə. Sonra təqvimdən növbəti sualınız. Uşaqlar, sualınız varsa təqvimdən qeyd edin. Təqvimdən sualınız yoxdursa, rəqəmdən qeyd edin. Suallarınızı qeyd edin ki, vaxt itirməyək. Rəqəmdən 9. Deməli, uşaqlar, rəqəm məsələlərindən 9 nömrəli sual. 6 da varmış. Görək, nə var burada? Rəqəm məsələləri asan edir uşaqlar. 2 tip sual var da, ümumiyyətlə, bütün rəqəm məsələləri mövzusunda 2 tip sual var. Məsələn, elə birinci sual, nə bilim, 7-ci sual, 6-cı sual, bir dənə düstur qeyd eləmişəm də, baxın. Bir kitabı birdən başlayaraq səhifələyərkən 1632 rəqəmdən istifadə olunmuşdur. Kitab neçə səhifədir? Və belə bir düstur dedim də, 189 üstə gəlinsin, 3 vurulsun, səhifə sayı çıxılsın 99, bərabərdir rəqəm sayına. Yəni, uşaqlar, indi sizə burada rəqəm sayını veribdir 1632. Götürüb yerinə yazın, səhifə sayını tapın da. Məsələn, yazın 2,
189 üstə gəl 3 vurulsun. Səhifə sayına bir dənə x deyirəm. Çıx 99 bərabər 1632 rəqəm sayına bərabər elədim. İndi buradan 1632'den 189 çıxında, yəni 3 vurulsun, x minus 99 bərabərdir. 1632'den 189 çıxında, yəni belə bir şey eləyək də, 1432, 1443. 1443 qalır. İndi 1443'ü də 3'ə böləndə x minus 99 bərabərdir. 48, 1. 481. X də bərabərdir. 481'in üstünə də 99 gəlin də. Yəni 580 alın. Şu. Deməli burada səhifə sayı 580 olubdur ki, biz onu səhifələyərkən həmən kitabı 1632 rəqəmdən istifadə etmişik. İndi məsələn məndən kitabın səhifələrinin sayını versəydi, rəqəm sayını soruşsaydı, məsələn birinci sualda olduğu kimi, 5'də olduğu kimi, 4'də olduğu kimi, nə bilim 3'də olduğu kimi, 2'də olduğu kimi, eləcə səhifə sayının yerinə məsələn birinci sualda deyir 1'dən 250'yə qədər nömrələmişik, neçə rəqəm var? Götürüb səhifə sayının yerinə 250'ni yazaram. 3'ə vurub, 99'u çıxıb, 189 ilə toplayıb rəqəm sayını taparam. Bir dənə bu düsturdur. Lap bunun açıqlamasını da deyim sizə. Hardan gəldi bu 189? Baxın, biz dedik ki, səhifə sayı burada 580'dir. Baxın, mən kitabı 1'dən 580'ə kimi nömrələmişəm. Şöyle 1'dən 9'a qədər 9 dənə səhifə nömrələyirəm. Amma hər birində bir rəqəmli ədəddən istifadə edirəm də. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni toplam 9 dənə rəqəm istifadə olunur burada. Amma 10'dan 99'a qədər 90 dənə səhifə nömrələyirəm. 90 ədəd istifadə olunur da. Amma hər biri 2 rəqəmlidir deyə bu eləyir 180 dənə rəqəm. Amma 100'dən 580'ə qədər 100'dən 580'ə qədər 481 dənə rəqəmlə 481 dənə səhifə nömrələmişik. Və hər biri də 3 rəqəmlidir deyə 3'ə vuranda bu bizə verir 1443 rəqəm. İndi 1443 ilə 180'i və 9'u toplayanda eləyir 1632. Baxın bu düsturda da mən səhifə sayından niyə 99 çıxıram? Çünki ilk 99 ədədim bir rəqəmli və 2 rəqəmli ədədlərdir. Mən səhifə sayından bu 99 ədədi çıxıram ki, yerdə ancaq 3 rəqəmli ədədlər qalsın ki, 3'ə vurub rəqəm sayını tapım və çıxdığım bu ilk 99 ədəddəki rəqəmlərin sayı da 189 olduğuna görə o 189 ilə də toplayıram. Olur ümumilikdə rəqəm sayı. Sonra nə soruşmuşdunuz? Çox sağ olun müəllim. Buyurun. 6'ını dedik. 9. 9 nömrəli sual. Hə. Ümumiyyətlə uşaqlar, biz dedik ki, baxın, burada soruşur ki, 21'dən 309'a qədər ədədlərin yazılışında istifadə olunan 0 və 4 rəqəmlərinin sayılarının cəmi neçədir? Uşaqlar, siz həmişə sizə verilən suala diqqət edin ki, burada çünki sizdən soruşa bilərdi ki, istifadə olunan, buradakı kimi rəqəmlərin sayı neçədir? Bir də soruşa bilər ki, neçə ədədin yazılışında 0 və 4 istifadə olunubdur? Baxın, mən dedim ki, burada qeyd edirəm. 1'dən 99'a qədər, 1'dən 99'a qədər 0'dan 9 dənə var. 0'dan 9 dənə var.
Amma digər istənilən rəqəmdən 20 dənə var. Amma 19 ədəd də var. Məsələn, bizdən 0 və 4-lərin sayını soruşmur. 1-dən 99-a qədər görək, bax, 0-ın sayı, bax, 10-da var, 20-də var, 30-da, 40-da, 50-də, 60-da, 70-də, 80-də, 90-da. 9 dənə onluq ədədimiz var da, hər birində də bir dənə 0. 9 dənə 0 var. Amma məsələn, 4-ün sayına baxsam, 4, 14, 24, 34. Sonra 40 ədədində də 4 var, 41-də də, 42-də də, 43-də də, 44-də hətta 2 dənə 4, 45, 46, 47, 48, 49, sonra 54, 64, 74, 84, 94. 20 dənə 4 var. Amma neçə ədəddə 4 var? 19 ədəddə. Buna səbəb nədir? 44 bir dənə ədəd olaraq sayılır. Məsələn, neçə dənə 4 var deyəndə 44-də 2 dənə 4 var. Amma neçə ədəddə 4 var deyəndə 44-ü bir ədəd kimi sayılır. Sonra 100-dən uşaqlar 199-a qədər artıq 0-dan da 20 dənədir. Digər rəqəmlərdən də 20 dənədir. Amma 1-dən soruşsa uşaqlar, yəni 100 və 199 aralığında 1, 120 dənə var. Çünki 100-dən 199-a qədər 100 dənə ədəd sayırsınız. 100 dənə ədədin hər birinin yüzlüklər mərtəbəsi 1-dir. Burada 100 dənə 1 bu şəkildə var. Sonra bir də bunların bu 101, 101 var. Sonra 110, 11, 112, 113, 114 və bunlarda da ta ki 121, 131, 141, 151 beləcə getdi. Ümumilikdə 120 dənə 1 var. Məsələn, 200-dən 299-a qədər 2-dən 120 dənədir, amma digər bütün rəqəmlərdən 20 dənədir. 300-dən 399-a qədər 3-dən 120 dənədir, digər bütün rəqəmlərdən isə 20 dənədir və s. Bu belədir. Amma çox vaxt səndən elə rəqəm soruşur ki, bu onluq yüzlüklər mərtəbəsi ilə eyni olmasın. İndi nə isə biz gəldik, burada baxmalıydıq 0 və 4-lərin sayına. 0 və 4-lərin sayına. Dedik ki, uşaqlar, biz 1-dən 99-a qədər dedik ki, 9 dənə 0 var. Amma məndən soruşur neçədən neçəyə qədər? 21-dən 309-a qədər, elə deyil. 21-dən 99-a qədər artıq 10 və 20-dəki sıfırlar bu aralığa daxil deyil deyə 7 dənə 0 var. 4 və 14 də bu aralığa daxil deyil deyə 18 dənə 4 var. 100-dən 199-a 20 dənə 0 var, 20 dənə 4. 200 ilə 299 arasında 20 dənə 0 var, 20 dənə 4. 300 ilə 309 aralığında isə 11 dənə 0 var, 1 dənə də 4 var. 11 dənə 0 hardan gəldi? Baxın, 300-də 2 dənə 0 var. Sonra 301, 302, 303, 304, 305, 306, 307, 308, 309-a qədər də hər birində onluqlar mərtəbəsi 0-dır. Ona görə 11 dənə də buradan. 9 dənə buradan, 2 dənə də 0, 300-də. Elə də 11 dənə 0. İndi məndən 0 və 4-lərin sayları cəmini soruşur. Bunların hamısını toplayın. 117 eləyəcək. Sonra növbəti uşaqlar, rəqəm məsələlərindən başqa nə sualınız varsa qeyd edeyim, baxaq. Uşaqlar, suallarınızı deyin.
Yoxdur, mənzildən deyin. Mənzildən bir. Leyla, yazanmamısan mı biri qız? Müəllim, mənə də çox çətin gəldi mənzildir. Mən oraya yaza bilməmişəm mənzili. Mənzil. Uşaqlar, mənzildə də iki tip sual var da. Burada fərqli bir şey yoxdur. İki tip sual var. Belə çətini birdir. Yaxşı, hamısına baxarıq. Heç narahat olmayın. Keçək mənzilə. Baxın uşaqlar, mənzildə sizə deyir ki, hər mərtəbədə 4 dənə mənzil olan binanın 5-ci mərtəbəsində 145 nömrəli mənzil yerləşir. Gəlin belə baxaq da. Tutaq ki, bu birinci mərtəbədir. İkinci mərtəbə, üçüncü mərtəbə, 4, 5. Uşaqlar, hər mərtəbədə 4 mənzil yerləşirsə, deməli, hər mərtəbənin sonuncu mənzilinin nömrəsi 4-ə tam bölümdən ədəd olmalıdır. Hər mərtəbənin sonuncu mənzilinin nömrəsi 4-ə tam bölünən ədəd olmalıdır. Məsələn, bu 145 nömrəli mənzil 5-ci mərtəbədə yerləşirsə, deməli 5-ci mərtəbənin birinci mənzilidir. Çünki 145-dən əvvəl 144 var. Deməli 144 4-cü mərtəbənin sonuncu mənzili olub ki, 5-ci mərtəbədə 145 ilə başlayır, 146, 147, sonuncu mənzildə 148 olsun ki, 4-ə tam bölünsün. Sonra da deyir ki, 8-ci mərtəbədə 287 nömrəli mənzil yerləşir. 8-ci mərtəbədə 287 nömrəli mənzil olacaq 3-cü mənzil. Çünki 288 4-ə tam bölünən ədəddir də. O 288 sonuncu mənzilin nömrəsi olmalıdır. Ona görə 3-cü mənzil olur, 287 nömrəli mənzil olur, 3-cü mənzil. Burada bir qayda var. Bu mənzillər müxtəlif bloklardadır. Çünki 8-ci mərtəbədə yerləşir 287 nömrəli mənzil. Amma birində isə 145 nömrəli mənzil 5-ci mərtəbədədir. Mən bu 145 nömrəli mənzilin olduğu blokun 8-ci mərtəbəsinə qalxsam, hər mərtəbədə 4 mənzil var deyə, bu olacaq 160 nömrəli mənzildə, yəni 8-ci mərtəbəsinə, hətta belə tam dəqiq deyək də, yəni 160 nömrəli mənzillə bitir bunun 8-ci mərtəbəsi. Amma bu 287 nömrəli mənzildirsə, deməli bu başqa bir blokdadır. Bu mənzilləri eyni mərtəbəyə, eyni yerə gətirməliyik biz uşaqlar. Bu mənzilləri eyni mərtəbəyə, eyni yerə gətirməliyik. Məsələn, ya istəyirsiniz ki, 145 nömrəli mənzili həmən blokda 8-ci mərtəbəyə qaldıraq. Yəni, qaldıraq deyəndə ki, məsələn, bu 145 nömrəli mənzilin olduğu blokun 8-ci mərtəbəsinin 3-cü mənzilini tapın. Məsələn, eləyəcək 159. 287-dən 159-u çıxın. Alınan ədədin hansı variantdakı ədədə bölündüyünü tapın. Hansı variantdakı ədədə bölünürsə o fərq sizin mərtəbə sayınız həmən variant olar. Ya da əksini eləyin də. Məsələn, 287 nömrəli mənzil 8-ci mərtəbənin 3-cü mənzilidirsə, bu blokun 5-ci mərtəbəsinin 1-ci mənzilini tapın.
Geri qayıtmalısınız 14 mənzil. Elə bir ki, 2 dənə mənzil 8-dən geri qayıtdınız. 4 dənə 7-ci mərtəbədən, 4 dənə 6-dan, 4 dənə də 5-dən elədi 280, 280, yox 273. Eləyir 273. Deməli biz növbə bu blokun 5-ci mərtəbəsinin 1-ci mənzilini tapdıq 273. İndi 273-dən 145-i çıxın, alınır 128. 128 variantdakı ədədlərdən hansına bölünürsə, həmən ədəd bu binanın mərtəbə sayı olacaq. Hansına bölünmürsə olmayacaq. Özünüz fikirləşin də. Mən bunu niyə elədim? Çünki 145 ilə 273 arasında 128 mənzil var. Bu 128 mənzil ortadakı blokda olacaq. İndi 1 blok olacaq, 2 blok olacaq, bilmirəm. Və bu mənzil sayı, uşaqlar, mərtəbə sayına tam bölünməlidir. Çünki bir mərtəbəyə düşən mənzil sayını ümumi mərtəbələrin sayına vuranda biz alırıq mənzillər, ümumi blokdakı mənzilin sayını. Məsələn, mən 128-i bir blok götürsəm, bir blok. Hər mərtəbəyə düşür 4 mənzil. 128-i 4-ə böləndə bu 32 mərtəbə eləyir. Variantda 32 var? Yox. Mən 128-i 2 blok kimi götürsəm, hər bloka 64 mənzil düşür. Onda 64-ü 4-ə böləndə bu mərtəbə 16 olur. Variantda 16 var? Var. Deməli, bu binanın mərtəbə sayı olacaq 16. Hətta belə də eləyə bilərdiniz. Məsələn, 5-ci mərtəbənin 145 nömrəli mənzili, 5-ci mərtəbədə 145 nömrəli mənzil var. Siz həmən blokun 1-ci mərtəbəsinin 1-ci mənzilini tapın. Geri qaydın 1, 2, 3, 4. 16 mənzil geri qaydın. 145-dən 16 çıxsaz nə alarsınız uşaqlar? Deməli, 10 çıxsaz 135, 129. Deməli, bu blokdan əvvəldə də 128 mənzil var da. İndi o 2 blokda ola bilərdi, 1 blokda. Yenə də bildiniz ki, 128 mənzil bu blokdan əvvəldə olan mənzillərin sayıdır. O variantların hansına bölünürsə, deməli, həmən variant bu binanın mərtəbə sayı olacaq. Всё. Mərtəbə sayını soruşursa, eləyəcəyiniz iş budur. Eyni mərtəbəyə gətirib, eyni mərtəbə eyni yerə gətirib. Həmən mənzillərin nömrələrini çıxın bir-birindən, aldığınız ədəd variantların hansına bölünürsə, o bu binanın mərtəbə sayı olacaq. Bir də məsələn, orada ikinci sualdakı kimi falan da deyir, hər mərtəbəsində 4 mənzil olan 16 mərtəbəli binanın 211 nömrəli mənzili hansı mərtəbədə yerləşir? Onu necə eləyirsiniz? Baxın. Mən yazaram ki, burada hər mərtəbəsində 4 mənzil olan 16 mərtəbəli bir binadır. İndi hər mərtəbədə 4 mənzil var deməsə də, 8-ci mərtəbədə deyir ki, 93, 94, 95, 96 nömrəli mənzillər var. Deməli, neçə mənzil var? 4 mənzil. 16 mərtəbədir. 16-nı 4-ə vuranda bir bloka 64 dənə mənzil düşür. Bir bloka 64 mənzil düşürsə, bu 211 dənə mənzil, 211-ci mənzil, yəni 211 dənə mənzil var deməkdir də. 211 dənə mənzilin sonuncusu 211-ci mənzildir. Mən bunu 64-ə bölürəm, çünki hər bloka 64 mənzil düşür axı. 3 dənə blok dolur 192 mənzilinə. 19 dənə mənzil artıq qalır. Bu 19 dənə mənzil deməli harada yerləşir? 4-cü blokdadır. Ona görə qalıq qaldısa, həmişə natamam qismətin üstünə plus 1 gəl. Olur 4-cü blok. İndi bu 19 dənə mənzil 4-cü bloka keçib uşaqlar. Bu hər mərtəbədə də 4 mənzil var deyə 19-u 4-ə böləndə, 4-4 qruplaşdıranda 16 dənə mənzil 4 dənə mərtəbəni doldurur. 3 dənə mərtəbə, 3 dənə mənzil artıq qalır.
Deməli, o 3 dənə mənzil keçir hara? 5-ci mərtəbəyə. Deməli, bu 211-ci mənzil 4-cü blok 5-ci mərtəbədə yerləşirmiş. Buradan başqa nə sualınız var uşaqlar? 4-cü sual. Baxırıq 4-ə. Hə, baxın yenə də. Biri digərindən 3 mənzil, hər mərtəbəsində 3 mənzil olan binanın 160 nömrəli və 314 nömrəli mənzillərinin yerləşdikləri mərtəbələr arasındakı fərq 3 olarsa, bina neçə mərtəbəli ola bilməz? İndi yenə də uşaqlar, indi bilmirsiniz, 160 nömrəli mənzil 3 mərtəbə yuxarıdadır, digəri aşağıda, ya da 314 nömrəli mənzil 3 mərtəbə yuxarıdadır, digəri aşağıda, onu bilmirəm. Amma mənim üçün nə fərq edər ki? Yenə də, özdə mərtəbə söhbətini də bilmirəm, neçənci mərtəbədədir. Sadəcə bilirəm ki, hər mərtəbədə 3 mənzil varsa, deməli 160 nömrəli mənzil birinci mənzil olmalıdır. Olduğu mərtəbənin birinci mənzili olmalıdır ki, 161 ikinci, 162 də üçüncü mənzil olsun ki, 3-ə tam bölünsün. İndi fərz eləyək ki, bundan da 3 mərtəbə yuxarıda yerləşir 314 nömrəli mənzil. 314 nömrəli mənzildə ortadakı mənzil olmalıdır ki, sonuncusu 315 olsun ki, 3-ə tam bölünsün. Hə, indi mən bu 314 nömrəli mənzilin olduğu blokdan elə ki 3 mərtəbə aşağı düşün də. 160 nömrəli mənzildən 3 mərtəbə yuxarıda yerləşir axı bu. İndi mən 3 mərtəbə aşağı düşəndə 10 dənə mənzil geri qayıtmış oluram. Birinci mərtəbənin, elə bil ki 160 nömrəli mənzilin olduğu mərtəbənin birinci mənzilini tapıram, olur 310 və 304. Niyə belə elədin? Axı, eyni mərtəbəyə, eyni yerə gətirməliyəm. Mən deməli bilirəm ki, 314 nömrəli mənzil, 160 nömrəli mənzildən 3 mərtəbə yuxarıdadırsa, mən indi 3 mərtəbə aşağı qayıdıram, birinci mənzili tapıram. 304-dür. 304-dən 160-ı çıxın. Nömrələr fərqi eləyir 144. 144 variantdakılardan hansına bölünür? O, bu binanın mərtəbə sayı ola bilir. Hansına bölünmürsə, ola bilmir. Məsələn, 144 6-ya bölünür. 3-ə və 4-ə, 3-ə və 2-yə bölünən ədədlər 6-ya da bölünür deyə 6-ya bölünür. 12-yə zaten bölünür, kvadratıdır 12 dəfə. 18-ə də bölünür. 18-ə hətta bölünəcək neçə dəfə uşaqlar? 144. Deməli, 18-ə 8 dəfə bölünür. 24-ə də bölünür. Neçə dəfə? 6 dəfə. 15-ə bölünmür də. 15-ə bölünməsi üçün sonu ya 0 ya da 5 ilə bitməlidir. Deməli, 15-ə bölünmür də bu 144. Onda bu binanın mərtəbə sayı 15 ola bilməz. İndi desəz ki, müəllim, bəlkə bu 160 nömrəli mənzil 3 mərtəbə yuxarıdadır. Heç bir fərqi yoxdur ki, dəyişim də sizin üçün inşallah. Baxın, deyirəm ki, onda da gərək 160 nömrəli mənzil 3 mərtəbə yuxarıda birinci mənzil olsun. 314-də 3 mərtəbə aşağıda ikinci mənzildir. İndi mən bu 160-dan geri qaydaram 314 nömrəli mənzillə eyni mərtəbəyə. Ortadakı mənzili taparam, onlar 152. 8 dənə mənzil geri qaydıram. 152 olur. 152, 314-dən 152-ni çıxın. 314-dən 152 çıxanda 162 qalır. İndi 162 də 15-ə bölünmür də. 6-ya bölünür. 12-yə də bölünür. 12-yə bölünməsə də uşaqlar, baxın. 12-yə bölünmür. Hə, 12-yə bölünmürsə, amma 144 12-yə bölünürdü axı. Yəni, bunların hər ikisinin bölünmədiyi ədədi tapaq. O da 15-dir. Bilmirəm hansı üstdə, hansı altdadır. Ona görə
Deyirəm ki, burada 144 15-ə bölünmür, 162 də 15-ə bölünmürsə, deməli bu binanın mərtəbə sayı 15 ola bilməz. Hər ikisinin bölünmədiyi ədədi tapmalıyıq artıq burada. Sonra başqa hansı sualınız var mənzildən uşaqlar? Sualınız varsa qeyd edin, baxaq. Uşaqlar, yoxdursa yeni mövzuya keçməliyik. Sualınız varsa deyin. Yoxmuş. Yeni dərs birləşmələr nəzəriyyəsi olacaq. Yeni dərsimiz uşaqlar birləşmələr nəzəriyyəsidir. Baxın uşaqlar, mən burada əvvəlcə bir-iki dənə düstur qeyd edeyim sizin üçün. Ümumiyyətlə birləşmələr nəzəriyyəsində biz nədən istifadə eləyirik? Seçimlərdən istifadə eləyə bilərik. Yer dəyişmələrdən söhbət gedir burada. Seçimlərdən söhbət gedir burada. Ona görə uşaqlar deyirik ki, burada deməli 2 dənə düsturdan istifadə eləyərik biz. Kombinizon n-dən k-ya bu bərabərdir. N faktorial bölünsün. N minus k faktorial vur k faktoriala. Sonra uşaqlar deyirik ki, kombinizon hətta n-dən 1-ə n-ə bərabərdir. N-dən n-ə də 1-ə bərabərdir. Bir də burada indi permutasiya istifadə olunur. Yəni əvvəl aranjman vardı. İndi permutasiya deyilir. Elə aranjman da permutasiya adlandırılır. P n-dən k-ya deyilir. İndi mən həmişə elə aranjman deyirəm. Baxın, aranjman n-dən k-ya bərabərdir. N faktorial bölünsün n minus k faktoriala. Baxın, kombinizonda məxrəcdə vur k faktorial var, aranjmanda yoxdur. Ona görə aranjmanların sayı kombinizonların sayından deyirik ki, k faktorial qədər çoxdur. Yəni, kombinizonla hesablayıb bir də k faktoriala vuranda aranjmanı almış olarıq. Daha sonra uşaqlar, məsələn, faktorial nədir? Məsələn, n faktorial 1-dən n-ə qədər ədədlərin hasili deməkdir. Yəni, n vurulsun, n minus 1 vurulsun, n minus 2 ta ki 1-ə qədər. İndi, məsələn, 5 faktorial 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 deməkdir. 120 eləyir, nə bilim, 3 faktorial 1 vur, 2 vur, 3 deməkdir və s. İndi, uşaqlar, bax, burada bəzi şeylər deyim sizə. Ümumiyyətlə, yer dəyişmələrin sayı həmişə n faktoriala bərabər olur. Nətər? Şərtdən asılı olaraq. Məsələn, deyir, 5 dənə qız və yaxud da 5 oğlan. 5 dənə oğlan. Neçə üsulda düzülüb şəkil çəkdirə bilər deyirsə, bu 5 faktorialdır. Daha sonra bizə nə deyə bilər? Əgər bizə deyir ki, məsələn, 3 dənə oğlan, 2 dənə qız neçə üsulla düzülüb şəkil çəkdirə bilər? Yenə də cəmi neçə nəfər var burada? 5 nəfər. Bu da 5 faktorialdır. Amma deyir ki, 3 dənə oğlan, 2 dənə qız, qızlar yanaşı gəlmək şərti ilə neçə üsulda düzülüb şəkil çəkdirə bilər? Mən burada qızların ikisini bir nəfər kimi götürürəm. Həmişə bunlar yanaşı gələcək axı. Onların ortasında oğlanlar ola bilməz. Ona görə 3 dənə oğlan, 2 dənə qız var. Qızlara bir nəfər kimi baxırıq, yanaşı gəlmək şərtini veribsə. Cəmi olur 4 nəfər. Olur 4 faktorial, bir də vurulsun. Bu 2 dənə qız öz aralarında yer dəyişmə eləyə bilir axı. Onların sayının faktorialına vururuq bir də. 4 faktorial vur, 2 faktorial olur bizim cavabımız. İndi burada şəxsdir deyə, şəxslər bir-biri ilə yer dəyişəndə fərqli bir görünüş yaranır. Məsələn, mənə burada desək ki, 1, 2, 3, 5, 6 rəqəmlərinin
yerini dəyişərək mənə burada desək ki, baxın 1, 2, 2, 3, 5, 6 ədədinin rəqəmlərinin yerini dəyişərək neçə müxtəlif ədəd düzəldə bilərik? Mən burada uşaqlar neçə dənə rəqəm qeyd elədim? 6 dənə. Yazaram 6 faktorial, bir də bölünsün 2 faktorial. Niyə? Çünki 2 ilə 2 yerini dəyişəndə yeni ədəd düzəlmir axı. Qızla qız yerini dəyişə bilər, amma hər biri fərqli bir simadadır, ayrı şəxslərdir. Amma bu 2 ilə 2 yerini dəyişəndə, məsələn, 1, 2, 3, 5, 2, 6 ədədidir. Bu 2 ilə bu 2 yerini dəyişəndə fərqli bir ədəd düzəlmir, axı eyni ədəddir. Ona görə bölürəm təkrarlanan rəqəmlərin sayının faktorialına. Aydındır. Və yaxud mənə desəydi ki, burada ikilərin yanaşı gəlmək şərti ilə neçə 6 rəqəmli ədəd düzəldə bilərəm? Mən bu ikilərə bir dənə rəqəm kimi baxardım. Olardı 5 faktorial. Amma da vurmazdım 2 faktoriala. Məsələn, mən qızlar yanaşı gəlmək şərti ilə deyəndə qızlara bir dənə şəxs kimi baxıb 4 faktorial götürdüm, bir də vurdum 2 faktoriala ki, qızlar 2 nəfərdir, öz aralarında yer dəyişməsi 2 faktorial qədərdir. Amma bu 2-dən 2 dənədir. 2 faktoriala vurmuram, niyə? 2 ilə 2 yerini dəyişəndə yeni ədəd yaranmır ki. Bunlara fikir vermək lazımdır. İndi gəlin suallar üzərindən baxaq. Məsələn, Müəllim, buyurun. axşamınız xeyir. Axşamınız xeyir. Qız. Kombinizonla permütasiyada bir dənə belə abçelikdən xatırlayıram. Prosto tam bilmirəm dedim soruşum. Birində var ki, deyəsən ikisindən biri nə olanda kombinizon olurdu, səhv eləmirəmsə. İkisi nə olanda permütasiya olurdu, amma qaydanı tam xatırlayamıram. Yox, bax, belədir. Əgər sənin üçün seçilən şəxslərin hər ikisi bərabər hüquqludursa, fərq yaranmırsa, yer dəyişmə eləyəndə yeni bir düzülüş yaranmırsa, seçdiklərinin yeri dəyişəndə sənin üçün heç bir fərq yaranmırsa, burada kombinizondan istifadə etməlisən. Yox, əgər sən tutaq ki, seçdiklərinin də yerlərini dəyişəndə yeni bir üsul, yeni bir görünüş, yeni bir düzülüş yaranırsa, burada aranjmandan istifadə edərsən. Bir dənə nümunə ilə izah edeyim də sənə. Tutaq ki, deyir, qrupda 10 nəfər var. Bu 10 nəfərdən ikisini neçə üsulla seçib riyaziyyat olimpiyadasına göndərə bilərəm. Mən şu seçdiyim bu 2 nəfərin ikisini də riyaziyyat olimpiyadasına göndərdim, elə deyil. Yəni, burada biri Kənandır, biri Sənandır. Yəni, bu Kənanla Sənanın ikisi də hara gedir? İkisi də riyaziyyat olimpiyadasına gedir də. Yəni, mənim üçün burada bunların arasında heç bir fərq yoxdur ki. Mən bunu seçərəm kombinizonla da, yazaram kombinizon ondan 2-yə. Amma mənə deyir ki, bu 10 nəfərdən ikisini seçib, birini riyaziyyat olimpiyadasına göndər, birini fizika olimpiyadasına göndər. Neçə üsulla seçim eləyə bilərəm? Artıq bunu permütasiya ilə hesablayaram. Yəni, dediyim aranjmanla da. Yəni, mən Sənanla Kənanı seçmişəm. Burada Sənan riyaziyyat, Kənan fizika olimpiyadasına gedirsə, bu bir üsuldur. Bir də əksi ola bilərdi də. Sənan fizika, Kənan riyaziyyat ola bilərdi. Bunların yerləri dəyişəndə bu yeni bir haldır. Ona görə bu hallarda biz aranjmandan istifadə edirik. Məsələn, mənə deyir ki, burada bir 8-ci sual var. Baxın, uşaqlar. Deyir, 3 nəfər salondakı 7 boş yerə neçə müxtəlif üsulla otura bilər? Deməli, sən salonda, bu 3 nəfər üçün salondakı 7 dənə boş yerdən 3-ünü seçməlisən. Sən bu 3-ünü kombinizonla seçdin. Axı, bu kombinizonla seçdin. Bəs bu 3 nəfər bura oturanda yerlərini dəyişəndə axı fərqli sıra olur, fərqli oturuş olur. Deməli, sən burada ya əvvəldən nə etməliydin? Aranjmanla, yəni permütasiyadan istifadə eləməliydin. Aydındır?
ya da kombinizonla seçmisənsə də vurmalıydın bunların sayının faktorialına ki, bunların üçü öz arasında yerdəyişmə eləyə bilir 3 faktorial qədər. Yəni yerləri dəyişəndə yeni bir üsul, yeni bir haldırsa bu, deməli fərq yaradırsa yer dəyişəndə, deməli sən burada aranjman, permütasiyadan istifadə etməlisən də, kombinizondan yox. Məsələn, hətta məsələn bu sualda belə də eləyə bilərdi uşaqlar. İndi deyirsiniz ki, müəllim necə hesablaydı? Gəlin buna da baxaq. Aranjman 7-dən 3 bərabərdir. 7 faktorial bölünsün 7 çıx 3 faktorial. Deməli, bu da nə edir uşaqlar? 7 faktorialı yazaram mən burada 4 faktorial vurulsun. 5 vur, 6 vur, 7. Bölünsün. 7'den de 3 çıxanda nə qalır? 4 faktorialda. 4 faktoriallar ixtisar edir. Qalır 5 vur, 6 vur, 7 eləyir 210. Hə, mən bunu bir də necə hesablaya bilərdim? İnşallah, baxın. Bu 3 nəfəri, bu 3 dənə nöqtə kimi qeyd elədim. Mən bu 3 nəfərdən biri üçün, məsələn, birincisi üçün 7 dənə boş yerdən birini seçməliyəm. Neçə üsulla seçə bilərəm? Bunun neçə seçim şansı var? 7 dənə. 7'si də boşdur. Ürəyi harda istəsə orada oturar. Amma bu birində oturubsa, ikinci üçün neçə dənə boş yer qalıbdı? 6 dənə. Bu da oturdusa, üçüncü üçün neçə boş yer qaldı? 5 dənə. İşte bunların hasili eləyir 210. Belə də hesablaya bilərsiniz. Başa düşdün Ayşə? Bəli, bildim. Müxtəlif deməsə, amma kombinizon olası da. Hə, müxtəlif olmasa nə demək istəyirsən ki? Bu oturanda mümkün deyil axı bu. Eyni yerdə otura bilməz axı. Üçü də biri oturacaqda otura bilməz axı. Düzdür, o da düzdür amma. Allah səni öldürsün. Bax, amma sənə desə ki, məsələn də, gəl dediyin suala baxaq da. Sənə desəydi ki, tutaq ki, sən rəqəmləri müxtəlif olan neçə 4 rəqəmli ədəd düzəldirsən, düzəldə bilərsən, belə bir sual versə, neçə dənə rəqəmimiz var? Bizim 10 dənə. Məsələn, mən burada götürüb birinci rəqəmə 0 yaza bilmərəm deyə, birincisi üçün qalır 9 dənə seçim. 9 müxtəlif rəqəm yaza bilərəm bura. Hər birini dəyişib, hər bir dəfə yenisini yazanda yeni bir ədəd düzəlir. Və burada artıq 0'ı yaza bilməmişəm. 9'undan birini 9 üsulundan yaza bilmişəm də. Yəni elə bir ki, hər biri üçün kombinizon 9'dan birini seçdim. Burada növbəti üçün 0'ı da yaza bilərəm axı. Elə bir ki, bu 10 dənə rəqəmdən birini yazmışam. 9 rəqəmdən birini yazdım. 8'i qaldı və ikinci yerə 0 da yaza bilərəm deyə. Yenə də bura üçün də 9. Amma digəri üçün qaldı 8 dənə rəqəm. 8-indən birini seçərəm 8 üsulla. Digəri üçün qalır 7. Hə, indi burada müxtəlif rəqəmli deməsəydi, müxtəlif rəqəmli deməsəydi, birincisinə 0 yaza bilmirəm deyə 9 olur. Amma digərlərinin hər birinə 0 da yaza bilirəm və birinciyə yazdığım rəqəmləri də yaza bilirəm də. Müxtəlif olsun deməmişdisə, onda bunlar üçün də hər biri üçün 10 dənə müxtəlif rəqəm qeyd eləyə bilərəm elə. Olur 9000 dənə bu cür ədəd. Məsələn, birinci suala baxın. Deyir ki, 1, 2, 3, 4, 5, 6 elementlərindən 4'ün iştirak etmədiyi neçə 3 elementli alt çoxluq seçə bilərəm? Yəni 3 elementli alt çoxluq seçərəm o deməkdir ki, bu 6 dənə elementdən neçə dənə üçlü qruplaşdırma eləyə bilərəm. Mən burada 1, 2, 3 seçdim.
Ya da buradan 2, 1, 3 seçdim. Bu farklı bir çoxluq değil ki. Eyni bir çoxluqdur. Da aydındır. Bunların rəqəmlərin yeri dəyişəndə mənim üçün bu fərqlilik yaratmır ki. Buna görə mən bunu kombinizonla seçərəm də. Aranjmanla yox ki, ya da permütasiya ilə yox ki. Və burada 4-ün iştirak etmədiyi 3 elementli alt çoxluq seç deyir deyə 4-ü atdım kənara. Yerdə qalan 5-indən 3-ünü seçdim. Kombinizon 5-dən 3. O da bərabərdir. 5 faktorial bölünsün. 5 faktorial bölünsün. 5 çıxılsın. 3 faktorial var 3 faktoriala. 5 faktorial bölünsün. 5 çıxılsın 3 faktorial. 5 çıx 3 faktorial. Vur 3 faktoriala. Hə. İndi bunu hesablasaq cavabı 10 eləyər. Deməli 10 dənə belə üçlü alt çoxluq seçə bilərik. Və yaxud bax burada ikinci sualda 2 yox. Bax burada dördüncü suala baxın. Neçə 7 rəqəmli palindrom ədəd düzəldə bilərik? İndi deyəsiniz ki, palindrom ədəd nədir də? Palindrom ədəd odur ki, uşaqlar soldan sağa və yaxud sağdan sola da oxunanda eyni cür səslənir və yaxud da rəqəmlər ardıcılığı eyni olan ədədlər palindrom ədədlərdir. Məsələn, 121 soldan sağa da 1, 2, 1'dir, sağdan sola da 1, 2, 1'dir. Nə bilim, 1221. Bu da palindrom ədəddir. İndi burada mənə deyir ki, neçə 7 rəqəmli palindrom ədəd düzəldə bilərəm. 7 dənə bir nöqtə qeyd edirəm eləcə özüm üçün. Hə. Baxın uşaqlar, burada deməli birinci və sonuncu rəqəm eyni olar da. Yəni sonra 2 ilə 6 da eynidir. 3 ilə 5 də eynidir. Mən indi burada tək sayda rəqəm var da. Dördüncü rəqəmin eynisi yoxdur. C ola bilməz, yox. Niyə? Mən burada birinci rəqəmə, bax, müxtəlif rəqəmli demir ki bizə uşaqlar. Müxtəlif rəqəmli palindrom ədəd demir. Mən burada 10 dənə rəqəmdən 0-ı yaza bilmirəm birinci yerə. Ona görə birincisi üçün 9-undan birini seçərəm. 9 üsulda. Amma ikinci üçün 0-ı da yaza bilirəm. Elə birinciyə yazdığım rəqəmi də ikinciyə də yaza bilirəm deyə. Ona görə 10 dənə seçim. Obrusuna da 10 seçim. Dördüncüyə də 10 dənə seçimim var. Nəticədə bu hasil eləyir 9000. 9000 dənə bu şəkildə palindrom ədəd düzəldə bilərəm. Yəni sual versəz ki, müəllim, bəs niyə sonuncu 3 dənə rəqəmi seçmədim? Bu palindrom ədəddir axı. Mən birincini nə seçmişəmsə sonuncu da odur. İkincini nə seçmişəmsə altıncı da həmən rəqəmdir. Məsələn, üçüncü rəqəmi 5 seçmişəmsə 5-ci də 5'dir. Belə. Məsələn, 5-ci suala baxın uşaqlar. Deyir ki, bu ədədində rəqəmlərin yerini dəyişdirərək 15-ə tam bölünən neçə 6 rəqəmli ədəd yazmaq olar? Neçə 6 rəqəmli ədəd yaza bilərsən ki, 15-ə tam bölünsün? İndi bu 15-ə tam bölünməsi üçün nə olmalıdır? 3-ə və 5-ə tam bölünməlidir. 5-ə bölünmə əlaməti sonu 0 və 5 ilə bitməlidir. Amma 3-ə bölünmə əlaməti rəqəmlərin cəmi 3-ə bölünən olmalıdır. İndi buradakı rəqəmlərin cəmi 3-ə bölünür, 15 eləyir, 3-ə bölünür. Deməli, mən bunların yerini necə dəyişirəm, dəyişim, dəxli yoxdur da, cəm eyni eləyəcək, 3-ə bölünəcək. Amma 5-ə bölünməsi üçün sonu 0 ilə bitməlidir. Deməli, mən burada neçə dənə rəqəm görürəm, uşaqlar? 6 dənə rəqəm var da, yerlərini dəyişməliyəm sadəcə. 4, 5, 6 dənə və nöqtə qeyd edirəm. Əla. İndi məsələ burasındadır ki, bizim sonuncu rəqəmimiz ya 0 olmalıdır, ya da 5 olmalıdır.
Uşaqlar, indi mənim sonuncu rəqəmim fərz eləyək ki, 0-dır. Bu dəqiqdir. Onda birinci rəqəmim üçün qalır 5 dənə seçim, ikincisi üçün 4 dənə, obursuna 3 dənə, 2 dənə, 1 dənə. Eləmi? Bu hasil neçə eləyir? 5 faktorial. Yəni 120 də 1 vur, 2 vur, 3 vur, 4 vur, 5. İndi əgər 0 olmasaydı uşaqlar elə birbaşa yazardım ki, hə 5 faktorial qədər yer dəyişmə eləyəcək. Sonuncu rəqəmdə belə əgər mən burada 0 verməsəydi mənə yazardım ki, sonuncu yer üçün 2 dənə dəyişmək, 2 rəqəm dəyişə bilər, 2 faktorial var. İlk 5-i üçün də 5 faktorial qədər yer dəyişmə, bunların hasilini götürərdim. Amma 0 var, mən axı birinci yerə 0 yaza bilmərəm. Məsələn, mən sonuncu rəqəmi 0 götürdüm. Oldu birincisi üçün 5 seçim, ikincisine 4, üçüncüsünə 3, obursuna 2, 1. Amma mənim sonuncu rəqəmim 5 olsa, artıq mən burada birinci rəqəmə 0 yaza bilmirəm deyə, o 5 dənə rəqəmin 4-ünü yaza bilərəm birinci yerə. Qaldı 3-ü və ikincisine 0 yaza bilirəm deyə, burada 4. Artıq növbətisi 3, 2, 1. Hə, indi 1 vur, 2 vur, 3 vur, 4 vur, 4. Bu hasil bizə verir 96. Deməli, 96 və 120. İkisi bir yerdə neçə elədi? 216. Deməli, mən 216 dənə belə ədəd düzəldə bilərəm. Yəni, mən sonuncu rəqəmi, uşaqlar, dedim ya 0-dır, ya da 5-dir. 0 olanda 120 dənə belə ədəd düzəldə bilərəm. 5 olarsa 96 dənə belə ədəd düzəldə bilərəm. Nəticədə ikisinin cəmi 216 dənə bu şəkildə ədəd düzəldə bildim. Baxın, 7 nömrəli suala baxın, uşaqlar. Bir qutuda 5 göy və 3 sarı daş var. Qutudan bir göy və ya bir sarı daş neçə fərqli üsulla seçilə bilər? Uşaqlar, əgər sizə və ya deyirsə, deməli siz burada bu seçimləri toplamalısınız. Yəni, mən qutudan bir dənə göy daş götürürəmsə, 5 dənə göy daşın içindən götürürəm. Onlar kombinizon 5-dən 1. Üstəgəl kombinizon 3-dən 1. Eləcə kombinizon n-dən 1, elə n-ə bərabərdir deyə olur 8. Və ya dediyinə görə topladıq. Amma bir dənə başqa bir sual deyim. Məsələn, 9-a baxın. Burada deyir 3 dənə sarı, 5 dənə qırmızı top içindən. 3 dənə top seçəcəm, amma biri sarı olsun. Deməli, mən bir dənə sarı top, 2 dənə də qırmızı top seçməliyəm. Bu seçim eyni anda olur və mən buradan yazıram kombinizon 3-dən 1, vurulsun kombinizon 5-dən 2. Yəni, 3 dənə topun biri sarıdsa, ikisi deməli qırmızıdır. Sarını sarıdan seçirik, qırmızını qırmızıdan və bunların hasilinə baxırıq. Çünki və ya deyirsə cəm olmalıdır və deyirsə toplamalısınız. Bunlar bir-birindən asılı seçimlərdir. Davamına da uşaqlar növbət dərs baxarıq. Video izah ataram, baxarsınız və plusdakı nömrələr atacam. Hansı nömrələri yazsa şikayət edir, ona da baxarsınız. Yaxşı. Sağ olun. Gecəniz xeyrə qalsın.